Salam dostlar, keçən həftə sizə kredit kartı və nəqd aldığım Hyundai Sonata barəsində video çəkmişdim. Və bugün Toyota Highlander 2014 model maşını kreditlə aldım və bu barədə sizə video çəkmək istəyirəm. Bu maşının 2018 modeli də var məndə, qara rəngi. Yəqin ki, Instagramda məni izləyənlər görüb. Bu maşını da götürdüm artıq və bu arada mənim yəqin ki, bu videoma baxmısınız. Maybach'ın nömrəsi ilə Highlander 2014 model Limited, yəni ən yüksək model 2014-cü ilin ən yüksək, yəni full paket deyək də belə modelidir və hybriddir. Hybrid zaten logosu göy rəngdə və burada yazılan yazıdan bilirsiniz. Və maşını almaqda məqsədim onu axırda izah edeyim. Bir balaca maşını çəkim ətraflı videosunu, içini falan və sizə prosesi izah edeyim. Maşının ön görünüşü Amerikanlılar demişkən softdur, yəni yumuşaq görünüşlü və iki tür maşınlar var təbii ki. İki sərt görünüşlü və yumuşaq görünüşlü maşın. Bu biraz daha incə, yəni soft görünüşlü maşındır. Ön tərəfdə yəni headlampsdan başqa əlavə dumanlı işıqlar və onun altında dönmə işıqlarının, yəni iki çeşid dönmə işığı var. Yuxarıdakı və aşağıdakılar. Yanlarda adaptiv cruise kontrolu yox, cruise kontrolu var. Yüngül lehimli disklərdir. Disklərində bir şey xoşuma gəlir ki, diskin üzündə cover var. Yəni əgər buradan zədələnsə belə diskə heç bir problem olmur. Disk əzilmir belə deyək. Yan yüzüklərində, yəni blind mirror deyirlər. Yandan maşın gələndə işıq yanan. Bunu da yan tərəfdən görə bilirik. Arxadan da görünüşü bir balaca sərt kimidir. Amma yenə də qəşəng maşındır. Maşın rəngi ağdır, iç salonu qara və dəri rəngidir. Çox yumşaqdır. Yumşaqlığı çox qəşəngdir. Bir burada ləkə var bir balaca, amma yəni bu da rəngi gedib, başqa heç bir şey. İki dənə memory paket var, yəni sideniklər oturacaq və güzgülər üçün memory paket var. Burada sürücü qapısının üzərində güzgüləri kontrol eləmək üçün düymə var. Aynaların, arxa və yan aynaların açılıb bağlanmasını, yəni başqa şəxslərin idarə edilməsini bağlamaq üçün, qapıların açılıb bağlaması üçün düymələr var. 4 dənə avtomatik ayna, yan aynaların qaldırıb salan düymələri var. Hybriddir və JBL səs sistemidir, yer gəlmişkən deyim. Burada sürəti göstərir, suyu, istiliyi, temperaturu göstərir, benzini yanacağı göstərir və sürəti burada göstərir, daha doğrusu power'ı burada göstərir. Hybrid olduğu üçün bu biraz fərqli bir şeydir. Eco moddadır hal-hazırda. Burada da Eco mod var, söndürüb aça bilirik. Electro vehicle mod var, bu 60'a qədər istəsəz motoru heç kodlamadan sürə bilərsiniz və bu da sürüşməni açıb bağlamaq üçündür. Yəni maşın sürüşməsini track off deyirlər buna. Açıb yəni maşının sürüşməsinin qarşısını almaq üçün olan bir düymədir. Monitoru yəni böyük skrindir, amma neçə inçdir bilmirəm. Radiosu var. Navigationu var. Buradaydı səhv eləmirəmsə. Navigationu var, xəritəsi var, yəni Amerikada istifadə edə bilirik, Kanada və Amerikada istifadə edə bilirik və digər proqramlar var, yəni istifadə olunmayan Toyota'ya aid. Avtomatik kondisioneri var, ön və arxa şüşələri, yan güzgüləri qızdırmaq üçün düymə buradadır, avarinləri yandırmaq üçün, bunları da bilənlər bilir, yəni xırda-xırda. Oturacaqların qızdırılması və soyutması üçün istifadə olunan, yəni iki dənə qabaq oturacaqların qızdırıb soyutmaq üçün istifadə olunan düymələrdir. Burada iki dənə cup holder var, şüşə qoymaq üçün. Bir USB girişi var burada və bir də AUX girişi var, bir də zaryadka, zajqalka deyək, belə
girişi var. Burası dəridir. Ön hissə və yan tərəflər. Ümumiyyətlə hər yeri dəridir maşının içi. Dəri deyəndə buna bəlkə də başqa materialdır. Dəri deyirlər yəni bunlar. Burada nəyə lazım olduğu bilinməyən kitablardır. Yəni heç vaxt açıb oxumağımız lazım olmayan. Yenə də tutacaqları buradan dəridir və yan qapıda, yəni passenger qapısında qapıları bağlayıb açmaq üçün və öz şüşəsini açıb bağlamaq üçün belə bir düymə var. Burada maşın sənədləridir bugün götürdüyüm. Bu mənim driver license'ım və burada da bir dənə yeri var. Burada zaryadkaya qoya bilərsiniz maşını. Yuxarı hissədə işıqları yandırıb söndürmək olur. Qapılar üçündür bu. Bunları bilirsiniz, xırda şeylərdir. Lükumuz var və bu yuxarı qaldırıb sala bilərik və tamamilə aça bilərik. İndi onu bir də xırda eləməyin. Burada eynək yeri var, eynək qoymaq üçün. Bunlar tamamilə açılır belə. Yan tərəfə də qoya bilirsiniz. Uzanır həmçinin. Bağlaya bilərsiniz. Arxa tərəfə keçməzdən öncə burada kapot açmaq üçün və benzin qapağını açmaq üçün burada belə bir yer var. Həmçinin burada sideniki uzatmaq üçün belə bir şey var. Uzadır və sidenya önə, arxaya və bel hissəsini, bu hissəni önə, arxaya eləmək üçün yer var. Burada həmçinin bu bel boşluğunun önə, arxaya eləmək üçündür. Rulun özünü də aşağı, yuxarı və önə, arxaya eləmək üçün burada manual belə bir şey var. Amma digər maşında bunda isə maşına oturduqda özü avtomatik olaraq uzanır. Belə yerinə yerləşir. Burada arxa tərəfə keçmək istəyənlər üçün belə bir sidenikləri var. 2 dənə yan bu sideniklərdir. Yəni sürücünün həmən arxasındakı sideniklər 2 dənədir və 3 nəfər də tam arxada otura bilər. Burada cup holder var. Yəni fincan qoymaq üçün və ya aça bilərsiniz. Burada qol qoymaq üçün xoşuma gələn bu hissəsi var və xoşuma gələn daha bir incə detallardan biri də maşının klimat kondisionerini buradan idarə edir. Arxa sürücülər, sərnişinlər buradan oturub idarə eləyə bilərlər və burada da başqa bir 110 voltluq charger var. Yəni divar, zaryadka qoymaq üçün ya da ki kompüterinizi zaryadkaya qoymaq üçün divar chargerı var. Görürsünüz, 110 volt tok verir. Belə arxada da öz şüşələrini qaldırıb açmaq üçün belə bir düymələr var və həmçinin hər iki tərəfdə pərdə var. Bu pərdə Amerikada qanunidir. İçəri görünür, bu şüşə biraz tünd qara deyil. Amma varmı? Var. Buradan da yenə də tünd qara deyil. Digər maşın biraz qaradır. Bagajı açanda böyük bir bagajla qarşılaşırıq. Çox geniş bir bagajı var. Amma sideniki qaldıra bilirik. Bu da manualdır. Bu biraz vaxt alır. Əllə qaldırırıq. Burada da yenə də əllə qaldırırıq. Belə 7 nəfər otura bilir yəni. Başlıqların sayına görə görə bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7. Bagajı genişdir, amma sidenikləri qaldırdıqda, 7 nəfər oturduqda biraz kiçik bir yer qalır belə. Yəni bu sizə 2 dənə səyahət çantasını qoymaq üçün ancaq yetər. Arkada oturanlar, ən arkada oturanların fincan qoymaq üçün yerləri var, cup holderları var 2 dənə. Bu da daha incə detallardan biridir və burada belə bir işıq var. Bagajı açıb nəyisə götürəndə ondan istifadə edə bilirsiniz. Belə maşının vəziyyəti çox qəşəngdir, çox təmiz maşındır. Məndən əvvəl bir nəfər sahibi olub. Yəni
maşının vurğu olmayıb, əziyi olmayıb, heç vaxt heç yeri dəyməyib. Maşının motoru yuyulub təmizdir. Mən bildiyim maşının 2 motoru var. Elektrik motoru və bildiyimiz benzinlə işləyən motor. Elektrik motoru səhv eləmirəmsə buradadır, amma dəqiq bilmirəm buralarda. Yəni tamam burada səhvliyim ola bilər. Maşının VIN nömrəsi və digər məlumatları burada var. 2014-cü ilin maşınıdır. 3.5 motordur. Maşının bundan əvvəl yalnız bir sahibi olub. Heç bir vurğu olmayıb. Tərtəmiz maşındır. Cızığı belə olmayıb, yəni rekordlara görə. Sadəcə maşını almaqda, yəni almağımı izah edeyim. İlk öncə deyim nə qiymətini 21.500 dollara idi. Biraz yazışdım, e-maillə yazışdım. Carglass saytında görmüşdüm. E-maillə yazışdım, biraz qiymətini aşağı saldım. 20.800 dollara. Elə bir böyük də düşmədi, amma 20.800 dollar hardasa 700 dollar endirdim maşının qiymətini gəlməzdən əvvəl. Və ondan sonra Los Angeles'tan 60 mil məsafədə idi, hardasa 100 kilometr deyək. Sürüb bura gəldim və maşının burada məlumatlarını baxdım, maşının özünə baxdım, biraz sürdüm, yoxladım və götürmə qərarına gəldim. Təmiz maşındır, xoşuma da gəldi. Maşının rəngi də qəşəngdir, ağ maşını xoşlayıram əslində mən. Alma səbəbim isə maşını çox güman Turo saytı var. O barədə də video çəkəcəm necədir. Turo saytında kirayə verəcəm maşını. Yəni bu qədər maşını 4 maşın 4 maşını yəni mən saxlayıb bir şey eləməyin mənası yoxdur. Bunların hamısını artıq bunu yox, bu özüm sürürəm. Amma bu da çox benzin yandırır. Bu barədə də video çəkəcəm. Bir tərəfini vurublar, ona görə video çəkmək istəmirəm. Yəni kirayə verib pul qazanmağa çalışırıq. Yəni hamı burada pul qazanmağa gəlibsə, deməli nəsə çalışmaq lazımdır. Yəni maşınları alıb kirayə verib həm öz pulunu çıxardır, həm də bir balaca da əlavə nə qalırsa, o da bizə qalır. İlkin ödəniş 2000 dollar verdim, nəqd verdim və geri qalan pulu da hamısını kreditə saldım. 18.000, geri qalan da faizi nə idisə 14% ilə verdilər. 6 aydan sonra onu dəyişəcəm, o problem deyil. 6 aydan sonra refinance deyirlər. Refinance eləyib maşının qiyməti, o refinance, ilk maşınımı refinance eləyəndə o barədə də video çəkəcəm. Maşını yəni yenidən kreditə salırsınız. Əgər sizin kreditiniz yaxşı ödənirsə, yaxşı vaxtında ödəyirsünüzsə, aylığınız düşür aşağı, yəni faiziniz düşür aşağı. Çünki mən birinci götürdüyüm maşını 3% ilə götürmüşəm. Bu maşını 9% ilə, bu maşını da 14% ilə götürmüşəm. O birisini də nəqd almışdım, Hyundai. Videoya baxanlar bilir. Belə, yəni əlavə sualı olan videonun altında sualı soruşa bilər. Yadıma düşən hər bir şeyi dedim sizə. Maşın haqqında da məlumat verdim həmçinin. Bu qədər. Nəsə sualınız olsa kommentariyada bildirin. Videomu bəyəndinizsə paylaşmağı unutmayın və bəyənməyi də unutmayın. Həmçinin bu kimi çoxlu videoların gəlməyini istəyirsə kanala abunə olmağı unutmayın. Çox sağ olun, özünüzə yaxşı baxın.